Salam dostlar, bugün biz xiyar pomidor turşusu eləyəcəyik həyətimizdən təbii ki. İlk öncə xiyarları yığırıq. Xiyarlar balaca olsa daha yaxşı olur. Toxumlu olanda həm dadlı olmur, həm bankaya yerləşmir. Amma balaca xiyar daha xırçıltılı olur deyə balaca xiyarlardan yığırıq. Mən adətən reyhan vururam bütün turşularıma. Reyhan ona xüsusi dad verir, qoxusu fərqli olur. Ağ reyhandan istifadə edirəm. Pomidorlar da yığanda çalışın ki biraz möhkəm pomidorlar olsun. Həm də tam qızarmamış olsun ki açılmasın. Biberləri dadlandırıcı olaraq vururam. Yəni bir biber vururam ki onun dadı tamı gəlsin. Ayrıca biber turşusu da eləmək olar. Acı biberdən də istifadə edənlər var. Acını sevənlər. Mən hələ ki bu dəfə vurmadım. Sarımsaq 5-6 dənə atıram içinə hazırlananda. Adam var ki acını sevirdi, daha da çox ata bilər. Amma 5-i bəs eləyir. Gördüğünüz kimi biraz xiyar turşusu, biraz pomidor turşusu qarışıq. Yığdığım reyhanları da bankanın başına basıram. Onun başqa kərəviz də istifadə edirəm. Qaynar suyu, qaynar suyu tökürəm içinə. O ki 1 saat saxlayıram, mikrobları tam olsun. Sonra belə süzürəm. Adam var ki onun suyunu qaynadıb yenidən istifadə edir. Amma mən nə bunu istəmirəm. Belə qalmışıram. Eləmək lazım. Qaynadıb yenidən o qaynar suyu da qaynayırlar ki, duz da qaynamış olsun. Amma mən adətən elə eləmirəm. Və 3 qaşıq xörək qaşığı duz əlavə edirəm. Bu təbii ki Naxçıvan duzu olmalıdır. Naxçıvan duzu sifat verir. Həm də qalmağına da kömək edir. Yenə dediyim kimi acı sevənlər istotdan çox istifadə edə bilər. Mən diri istotdan gördüyünüz kimi bir balaca istifadə edirəm. Diri istotda mikrobları öldürür, həm də yaxşı saxlayır. Başqa bankalarda da istifadə edirəm. Məsələn, lobiyada bir qaşıq da uksusdan, uksus bizim dilimizdə nə deyilir bilmirəm, uksusdan istifadə edirəm. Belə bir qaşıqdan çox olanda onun qoxusu gələr, həm də ziyanlı olar. Bir qaşıq bəs eləyir xörək qaşığı. Üstünə qaynar suyu tökürəm. Mütləq ki qaynar olmalıdır. Qaynar olmazsa təbii ki bildiyiniz kimi xarab olar. Adam var ki qaynar suyu tökəndən sonra onu yenidən qaynadır. Qaynadıb sonra bağlayır. Mən adətən bankalarımı qaynatmıram. Çünki həm bankanı qaynarlamışam, həm tərəvəzləri qaynarlamışam, həm də 1 saat onu qaynar suda saxlamışam. Mikroblar təbii ki qalmaz. Tərəvəzləri də möhkəm yumaq önəmlidir. Yəni heç bir üstündə heç nə qalmamalıdır. Sonra başlayıram bağlamağa. Möhkəm bağlamaq lazımdır ki havası qalmasın. Onun üçün təbii ki yoxlayıram. Yəni yoxlub baxıram, görürüm ki su sızdırmır. Əgər su sızdırmırsa deməli ki hazırdır. Pomidorla bağladım. İndi də xiyarı bağlayıram. Xiyarlar da biraz böyük olub, amma balaca xiyarlar daha da yaxşı olur. Böyük olmana olmayaraq yerli xiyar olduğuna görə içi dumsuzdur. Açanda da görünür ki çox xırçıltılı, təmizdir. Ona görə də yaxşıdırlar. Və bağladıqdan sonra, yoxladıqdan sonra onları bastırıram. Mütləq bir gün qalır. Bir gün qalandan sonra səhərsə açıram və artıq hazırdır yeməyə, qışa hazırdır və mütləq ki sərin yerdə mühafizə edirəm, sərin yerdə saxlayıram. Qışda açıb nuş eləmək olar. Siz də eləsəniz hər birinizə nuş olsun. İndidən belə hazırdır bizim artıq marinatlar.